Dəri tipinizi necə müəyyən edə bilərsiniz? Dəriyə qulluq vasitələrinin düzgün seçimi üçün ilk öncə öz dəri tipinizi müəyyən etməlisiniz. Dermatologiyada 5 dəri tipi var. Normal dəri, quru dəri, yağlı dəri, qarışıq dəri və həssas dəri. Normal dəri nə çox quru, nə çox yağlı, dəri tonu bərabər, məsamələr demək olar görünməzdir. Hissiyat balanslıdır və qıcıqlanma çox nadir hallarda olur. Quru dərilərdə dartılma və quruluq hissi daha çox olur, xüsusilə yuyunduqdan sonra. Qabıq və incə xətlər daha tez görünür, məsamələr kiçik ölçüdə olur, qocalmağa daha tez meylli olurlar. Yağlı dəri üzdə olan, xüsusilə alın, burun, çəna nahiyəsində parıltıya, dəridə olan geniş məsamələrə, sızanaqlara və qara nöqtələrə, makiyajın üzdə daha az qalmasına səbəb olur. Qarışıq, yəni kombinə dəri ən çox rast gəlinən dəri tipidir. Həm yağlı, həm quru dərilərdə olan problemlərə rast gəlinə bilir. Həssas dəri daha tez qızarır və qıcıqlanır. Günəş, külək, kosmetik məhsullara daha həssas reaksiya verir. Yanma və qaşıntı isə daha çox olur. Əgər siz öz dəri tipinizi müəyyən edə bilmirsinizsə, dermatoloqa müraciət edin.